Çox qəribədir. Yaradıcılıq işi təkbaşınalıqdır, yalnızlığın, tənhalığın ifadəsidir. Ancaq kitablarla bir yerdə olanda artıq o tənhalıq, yalnızlıq sənin ruhuna çevrilir. O yaradıcı adam üçün bu çox əsas olan bir şeydir. Mənə elə gəlir ki, son illər Azərbaycanda kitab mədəniyyəti, onun inkişafı çox gözəl inkişaf edir. Mən çoxlu kitab sərgilərində iştirak eləmişəm, beynəlxalq kitab sərgilərində iştirak eləmişəm. Və bu Azərbaycan xalqının şuurunun, ondan sonra mədəniyyətinin, ümumiyyətlə düşüncə formasının dəyişməsinə xidmət edir. Və çox böyük bir hadisədir. Başqa bir şey demək istəyirəm, bu yaxınlarda oktyabrın 1-i və 7-sində Azərbaycan Mədəniyyət Nazirliyinin keçirəcəyi beynəlxalq bir sərgi var. Mən elə düşünürəm ki, o sərgi bizim uşaqların, oxucuların, yaşlı nəslin düşüncələrini dəyişəcək bir kitab sərgisi olacaq. Mən bütün ziyalıları, kitab sevərləri həmin sərgiyə dəvət edəcəm.